Yox əşi, ağzıma King Kong bəbəşi. Yaxşı, bəs sən əvəzində ona nə verəcəksən? Necə yanı nə? Qəşəng gö... Ata, o əmin elə eybəcərdi, hə? Aa, sal özürü sayın. Uşaqla da başa düşmür. Eyb yox müəllim, uşaqda eyb yox. Ayıb olsun oğlum, mən sənə belə tərbiyə vermişəm. Nə olsun ki, indi əmi götü oxşayır. Elə sevinirəm səninlə rastlaşdığın üçün. İndi ancaq botoks, motoks, burun əməliyyatları, dolğular. Sən isə özü olduğun kimi qəbul edirsən. Bəlkə də özgüvənin göstəricisidir. Ay qardaş, nə edirsən? Nə var, nə qışqırırsan? Qardaş, niyə dav edirsiniz? Niyə əl qaldırırsan ona? Dostsuz, qonşusuz. Gör mən sizinlə necə mülayim danışıram. Sən özündə pox sanki güya. Bağışlayın. Düz deyir də. Qardaş, sən Allah özürünü say. Bilmədim necə reaksiya verim. Çünki mənim nə əskərlikdə, nə məktəbdə tərəfimi saxlayan olmayıb. Amma sən bu elədin. Ona görə də çox sağ ol. Pox sən boyda olur. Hə, mən də buna deyirəm ki, bırax ayağımı. Tut, köməyinə qardaşım. Ama niyə yeməyim mən? Görürsən, atın ayağını işləyir. Bu şampal yoxdur. Heç nədə, onun arvadı gezir. Ümumiyyətlə, bu evi kim təmir edib? Mən özümün bu əllərini... Çox möhtəşəm iş görmüsünüz. Bilinir ki, müasir və zövqlü adamsınız. Qayığı ki, empatiyası yüksək səviyyədə olan bir əməkdaşla yollarımı ayırmağa məcburiyyəti məni pərişan edir. Hilal bəy, mən qaydasında deyiləm. Hüseyin müəllim, niyə axı? Nöşün, Atlansın, dökün. eşşey, sən başa düşmürsən ki, ətrafdan hamilə qadın keçir, qoca kişi keçir, kimsə öz evində yatıb, kimsə ürək xəstəsidir. Sən də bu bayağı mahnılarından onları narahat edirsən. Ay baram! Düz deyirsən, qardaş. Razıyam səndən. Nəcə belə tez razılaşdın? Bunları mənə belə izahlı başa salan olmayıb axı. Çox sağ ol. Xoş oldu. Ay ata, mən bayıra çıxıram. Sən kimsən, hə?